الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله وخلفائه الراشدين المرشدين المهديين من بعده خصوصا منهم على الإمام خليفة رسول الله على التحقيق سيدنا حضرة أبي بكر وعمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين اتقوا الله يا عباد الله أوصيكم بتقوى الله وطاعته إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أفلا تعقلون صدق الله العظيم وقال رسول الله صلى الله عليه وسلم الكيس من دان نفسه وعمل لما بعد الموت صدق رسول الله فيما قال أو كما قال. Möhtərəm möminlər, gəlin bir düşünək. Həyatımız boyu unutmamağımız lazım olan nə qədər çox şey var. Bu xutbə həyatımızın ən vacib məsələlərini unutmamağımız üçün hazırlanmışdır. İnsan unutqan varlıqdır. İnsan Allahın hər an onun yanında olub ona nəzarət etməsini, etdiyi hər bir şeyə görə Allaha cavab verəcəyini, ölümü, məzarı, cənnət və cəhənnəmin var olduğunu unudur. Unutmamamız lazım olan şeyləri bu şəkildə sıralaya bilərik. Birincisi, Allahın sizə nə qədər yaxın olduğunu unutmayın. Sizin bu an ağlınızdan keçənlər, uşaqlığınızda başınıza gələn hər hansı bir hadisə, bir neçə il sonra görəcəyiniz işlər də daxil olaraq hər şeyi Allah bilir. Necə ki, Qaf surəsi 16-cı ayədə belə buyrulur: And olsun ki, insanı biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də biz bilirik. Biz ona şah damarından da yaxınıq.
İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur. Yunus surəsi 61-ci ayədə isə belə buyurulur: Sən hansı bir vəziyyətdə olsan, Qur'andan nəyi oxusan və siz hansı işi görsəniz, başınız bunlara qarışan zaman bilin ki, biz sizə şahidik. Nə yerdə, nə göydə, zərrə ağırlığında belə bir şey Rəbbinin nəzərindən qaçmaz. Bütün bunlara baxmayaraq, insanlar Allahı çox uzaqda fikirləşirlər. Sanki Allah bu dünyanı yaradıb və onları başlı başına buraxıb. Bu əsla belə deyildir. Yeryüzündə hər varlıq Allaha möhtaçdır. Allah isə heç bir şeyə möhtaç deyildir. İkincisi, hər bir hadisənin Allahın nəzarəti ilə baş verdiyini unutmayın. Allah elə bir gücə sahibdir ki, Qur'an-ı Kərimdə bildirildiyi kimi, onun icazəsi olmadan ağaçdan bir yarpaq belə düşməz. Kiçik bir uşaqdan alimə qədər insana bildiklərini öyrədən, görə bilmədiklərimizi də bilən və görən Allahdır. Unutmayın ki, ən kiçik bir şey belə Allahın nəzarətindən qaçmır. Üçüncüsü, sahib olduğunuz mal dövlətin hamısını sizə verən Allah olduğunu unutmayın. Nisa surəsi 131-ci ayədə Allah Teala belə buyurur: Göylərdə və yerdə nə varsa hamısı Allaha məxsusdur. Siz Allahın təyin elədiyi vaxt gəldikdə sahib olduğunuz hər şeyi bu dünyada buraxıb çılpaq bədəninizlə bir neçə metr kəfənə bükülüb bir çuxura atılacaqsınız. Ruhunuz isə ancaq gördüyünüz əməllərlə Allahın huzuruna gedəcəkdir. Dördüncüsü, Allahın sizin üçün dilədiklərindən başqa başınıza heç bir şeyin gəlməyəcəyini unutmayın. Səhər yuxudan oyananda heç kim bugün onun başına nə gələcəyini bilmir. İnsan nə qədər özü özlüyündə planlar qursa da, o özünün istədiyi kimi hərəkət etmir. Allah Teala Tövbə surəsi 51-ci ayədə belə buyurur: De ki, bizə Allahın bizim üçün yazdığından başqa heç nə üz verməz. O bizim himayəçimizdir. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər. Unutmayın ki, sizin bütün sıxıntılardan, bəlalardan, xəstəliklərdən qoruyan yalnız Allahdır. Siz xəstələnərkən, dərman içəndə sizə ən birinci dərmanın çox böyük kömək etdiyini düşünürsünüz. Ancaq bu işdə sizə Allah kömək etməsə, ən bahalı dərman, ən yaxşı həkim belə sizə kömək edə bilməz. Əlbəttə, xəstəliyi verən də odur, sağaldan da odur. Beşincisi, yalnız Allahdan qorxmağımız lazım gəldiyini unutmayın. Allah Teala Bəqərə surəsi 150-ci ayədə belə buyurur: Ey möminlər, siz onlardan, Allahdan başqalarından deyil, məndən qorxun. Mən də sizə olan nimətimi tamamlayım, artırım ki, siz haqq yolu tapasınız. Bəzi insanlar həyatları boyu insanları razı etmək üçün yaşayır. Onu yaradan Allahı razı etmək haqqında heç düşünmürlər. Allahı unudub insanları razı etmək üçün keçən hər saniyə onlar üçün zərərlidir. Unutmayın ki, Allah qorxusu dinin təməlidir. Allah Teala Ənfal surəsi 29-cu ayədə belə buyurur: Ey insanlar, əgər Allahdan qorxsanız, təqva sahibi olsanız, o sizə haqla nahaqqı ayırt edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütuf, mərhəmət sahibidir. Beşincisi, Allahın çox bağışlayıcı olduğunu, tövbə qapısı daim sizin üçün açıq olduğunu unutmayın. Unutmayın ki, ölüm sizə gəlib çatanda etdiyiniz tövbə qəbul olunmaz. Mən sizin ən uca Rəbbinizəm deyən Firavun dənizdə boğulduğu an iman etmiş, Allaha yalvarmağa başlamışdı. Ancaq Allah onun tövbəsini qəbul etmədi. Çünki gecdir. Allah Teala Nisa surəsi 17-ci ayədə belə buyurur: Günah işlər görməkdə davam edərək ölüm yetişən anda
mən indi tövbə etdim deyənlərin və kafir olaraq ölənlərin tövbələri qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq. Əziz müsəlmanlar, xutbəmi Ənkabut surəsinin 64-cü ayəsi ilə bitirirəm. Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət yurdu isə şübhəsiz ki, əbədi həyatdır. Kaş ki bilsəydilər. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahi məlkil azizil alləm kəmə qaləllahu teala və təbərəkə fil kələm və izə qur'əl qur'anu fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəd-dīnə indəllahil-İslam. Sadaqallahul azim.